ChatGPT-dən istifadə edirsən? Nədən? ChatGPT. ChatGPT nədir ayol? Süni intellekt. Eşitmirsən? Yox qardaşım. Yəni mənim pis yaxşı başım çıxır heyvandan. Yəni o şeylərə mənə ehtiyacım yoxdur. Bir var illərin təcrübəsi, bir də var tam təcrübəsiz adam şəhərdən kəndə qaçır. Deyir qardaş şəhər məni sıxdı, yoruldum. O adam o yerlərə girir. Mən də girəyəm internetdə, baxıram. Yəni mən də təzə şeylər öyrənirəm orada. Süni intellekt dediyim nə idi bu Buyur, ChatGPT teması? Sən məsələn nəsə axtarırsan Google-dan deyək. Ha. Belə bir xəstəlik var, adım bilmirsən, ayağına yara düşüb məsələn. Bildim. O ChatGPT elə bir şeydir ki, çəkirsən şəklini, atırsan deyir ki, bu xəstəliyi tutub. Qardaşım, indi imkanlar genişdir. Çox genişdir. Yəni biz Sovet dövründə biz qoyun saxlamaqla indi qoyun saxlamaq eyni deyil. Elmin həmən nailiyyətlərini, o son nailiyyətlərini bilsə əla şeydir. İndi sən dedin, mən indi birinci eşitdim. Mən YouTube-dan savayı ailə içərə girmirəm. Yəni mənə maraqlı olan məlumatlar hamısı YouTube-da var. Orada yaxşı baytar həkimlər danışır, yaxşı zootexniklər danışır, yaxşı fermerlər danışırlar.